İmam Hüseyin radiyallahu anhuma bəşəriyyətin ən xeyirlisi, ən fəzilətlisi olan Muhammed sallallahu aleyhi və sələmin nəvəsidir. Həmçinin ən fəzilətli, cənnətin səbirsizliyi ilə gözlədiyi, Harun Musaya yaxın olduğu kimi Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olan, İslamı ilk əvvəl qəbul etmiş 4 Raşidi xəlifədən biri olan Əli ibn Əbi Talib radiyallahu anh'ın oğludur. Xüsusilə qeyd edək ki, həmçinin Peyğəmbər sallallahu aleyhi və sələmin ciyər parəsi, ən çox sevdiyi və cənnətin 4 fəzilətli qadınından biri Fatimə radiyallahu anh'ın oğludur. Həsən və Hüseyin radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və sələmin ən çox sevdiyi nəvələridir. Yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, Həsən və Hüseyini sevən məni sevmiş olar, Həsən və Hüseyinə nifrət etmiş olan mənə nifrət etmiş olar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hələ Hüseyin radiyallahu anhuma uşaq ikən qucağında otuzdurub onu oxşayır, başından öpür, qucaqlayır, əzizləyir. Hüseyin radiyallahu anh həmin vaxtı 4-5 yaşı olur. Elə bu vaxt Cəbrail aleyhissalam gəlir. Cəbrail aleyhissalam gəlir, Peyğəmbər sallallahu aleyhi və sələmin görür, deyir, ey Muhammed, sən bu uşağı çox sevirsən? Rasulullah sallallahu aleyhi və sələm deyir, bəli. Deyir, təəssüf ki, sənin ümmətindən bir toplum müsəlman onu qətlə yetirəcək. Qırmızı torpaqda, bu qırmızı torpaq Kərbəla torpağıdır. Həmin yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmə əvvəlcədən Cəbrail aleyhissalamın xəbər verdiyi kimi Hüseyin radiyallahu anh'ı şəhid ediblər. Allah ona rəhmət eləsin, Allah ondan razı qalsın, Allah onu bütün müsəlmanlara örnək olan müsəlmanlardan etsin, biz ondan və onun kimilərindən örnək götürək. Allah subhanət hələ bizə əhl-i beyti sevməyi, əhl-i beyti sevən kimsələri sevməyi nəsib eləsin.